İndi bəs siz musiqiyə necə münasibət bəsləyirsiniz? Musiqi, Peyğəmbər də musiqini sevir. Musiqi, nalə-i ney arif üçün canə deyər. Musiqi yaxşı şeydir. Baxır hansı musiqi. Misal üçün, musiqidə nə haramlığı var? Bir haramlığı yoxdur. Hər şeyin öz yeri var. Misal üçün, Peyğəmbərin toyu tütəklə olur. Tütəklə olur? Tütəklə olur. Peyğəmbər Xədicəni alanda o vaxt dində idi artıq. Əlbəttə ki, Peyğəmbər Xədicə baxırdı ki, Peyğəmbərin arvadı baxırdı ki, Xədicənin ərindən qalan var dövlət, dəvələr, o dəvələr adamı dağıdırdı. Ancaq Peyğəmbəri görəndə o dəvələr deyir, çox sakit olurdu. O deyir, Xədicə həmişə onu izləyirdi. Həmişə onu izləyirdi ki, onu görsün. Onu görsün. Odur ki, Peyğəmbər həmişə tapşırırdı ki, bəs bu musiqi, məscidlərdə niyə səslənmir musiqi? Biz musiqini harada eşidirik? İmam Hüseynin bütün məclislərində musiqi ilə gedir. Baxmırsan, belə əhd eyləmişəm ecad, canənim ilə, ərsə-i qəlbi bəlada, yetişim qanim ilə. Musiqi, hələ musiqini Üzeyir bəy hələ oradan götürür. Oradan götürür. Musiqi nədir bəyəm? Ləhcə-i Davud, Davud Peyğəmbərin ləhcəsi, oxuyanda quşlar dayanır. Musiqidə nə haramlıq var? Haram var, bilirsən, harada şərab var, orada haram. Biz görürük ki, harada şərab var, harada narkotiklər var, harada yüngül əxlaqlı qadınlar varsa, yəni restoranlarda, barlarda, diskotekalarda musiqi də var. Var. Amma məscidlərdə musiqi yoxdur. Yox, musiqi ola bilməz məscidə. Musiqi nə üçün? Ben onu deyim ki, haram şeydir də. Yox, haramdırsa, nə üçün? Musiqi çalınmasa adam tulana bilər. Musiqi. Şeytan oynadı adamı. Musiqi var da. Musiqi var ki, musiqi, nalə-i ney, arif üçün canə deyər. Arif adamlar üçün canə deyər. Bir xəbərlər nə bilir ki, musiqi nədir? Söhbət odur. Biz zat Üzeyir Həcbəyev hardan yazdı bu musiqini? Hamısını məscidlərdən götürdü. Hamısını oradan götürdü. Üzeyir Həcbəyev onu Sovet vaxtında Allahsızlıq zamanlarında yazıb da elə şeylər. Amma ki, ondan qabaq o əməli başlı müsəlman olub. Misal üçün deyirdi ki, bizim vaxtımızda qadınlar həyalı idi. İndi qadınlar, Üzeyir Həcbəyev deyir. O dəf çalmaq heç vaxt ərəblərdə günah olmayıb. Özdə onlar öz dillərinə, la, belə zadlarla musiqini yaradırlar. Ay ol, sağ ol. Peyğəmbərin hədisinə görə dəfdə icazə var. Qadın məclisləri üçün. Hələ kişi məclisləri üçün də oxuyurlar. Görmürsən, o Dəli Kürə Baxkinə kinoda bax göstərirlər. Cahandar ağa gəlir, bacısını vurur, bir şeylər. Orada götürürsən. Hamısı var. Hamısı var. Biz elmimizi kinolardan götürməyək də, öyle Sovet vaxtında elmimizi götürək Qurandan, Peyğəmbərin həyatından götürək.